Əqrəb dolunayını biz yaşadıq mayın 1-də və mayın 1-i etibarilə artıq 14 gün ərzində biz bu enerji ilə əlaqədar olacağıq ki, Əqrəb bürcünün xarakterində həyatımızda hadisələr bir test eləyəcəyik. Ümumiyyətlə Əqrəb nədir? Əqrəb ciddi bir dəyişim deməkdir, transformasiya deməkdir. Və xüsusilə də ay Əqrəbdə məkansız enerjidə olduğu üçün bizim sanki həyatımızda da bəzi belə deyim, özümüzə məkan yaratmaq, mövzulara, həyatımızdakı bəlli sahələrə məkan yaratmaq enerjimiz aktivləşəcək. Və görürük ki, bunu qoçlar özelliklə, yüksələni qoç olan insanlar, biz hər zaman yüksələn bürcə görə bunu danışırıq, onlar yaşayacaqlar ortaq qazanclar və pul para mövzularında. Özelliklə də məsələn, güvən və qısqanclıq mövzuları test oluna biləcək onların həyatında bu dönəmdə. Maddi və emosional münasibətlərdə artıq ya tamam ya da davam qərarı verə biləcək yüksələn qoçlar. Yüksələn buğalarda isə bu münasibətlə əlaqəli dönüş nöqtəsidir. Çünki yüksələn buğaların da təbii ki həyatında qarşı bürcdə bir dolunaydır bu. Demək ki, partnyorla əlaqəli gizli məqamlar açığa çıxa bilər, sirlər öyrənə bilərlər. Eyni zamanda da bu münasibətlərdə, tamamilə ikili münasibətlərdə buğalar üçün tamam və yaxud da davam olacaq. Yüksələni əkizlər olanlar özelliklə bu münasibət mövzularını iş həyatında yaşayacaqlar. Xüsusilə də sağlamlıq və iş həyatı ilə əlaqəli gündəmlər ola bilər ki, gündəlik rutini dəyişmək lazım gələ bilər və yaxud da məsələn bu dönəm yüksələn əkizlərə tövsiyəm olar ki, stressdən uzaq olsunlar. Yüksələn xərçənglərə özelliklə davam etsək, çünki çatmayacaq, sonra izləyicilərimiz küsəcək. Mən sustum, buyurun. Onlar da sevgi, flört və uşaqlar mövzusunu aktivləşdirəcəklər. Xüsusilə duyğular, emosiyalar bu həftə daha çox qabaracaq və görə bilərik ki, özəlliklə yaradıcılıqla məşğul olan yüksələn xərçənglərin də həyatında bu dönəm daha çox önəmli yeniliklər olacaq. Yüksələni şir olanlar özəlliklə diqqətlə dinləsin. Ev, ailə, keçmiş mövzuları bu dönəm şirlər üçün aktivləşir. Ailə içi gərginliklərindən uzaq dursalar yaxşı olar və özəlliklə də köhnə bir mövzunu ya bağlamaq ya da həll etmək çox daha məqsədə uyğundur. Yüksələni qız olanlarda bu ünsiyyətdir, yaxın çevrə münasibətləridir. Xüsusilə biz görürük ki, kəskin sözlər, ani qərarlar bu dönəm onların həyatında bir çox mövzuda onları belə deyim, çətin situasiyaya sala bilər. Xüsusilə qardaş-bacı münasibətlərində maksimum diqqətli olmalıdırlar. Yüksələn tərəzilər özəlliklə pul və özdəyər mövzusunda xüsusilə bu dönəm gündəm yaşayacaqlar. Çünki gəlir və xərc balansını tamamlamaq lazım olacaq. Ümumiyyətlə, yüksələn tərəzilər özümə nə qədər dəyər verirəm, nə qədər bu dəyər mənim üçün önəmlidir mövzusunda çox böyük bir aydınlanma yaşayacaqlar.